Assalamu alaykum dostlar, yaxşımısınızlar? Mən Risalet Tursun. İstanbul Üniversiteti Ösmə Kasallıqlar İnstitutu Rak Kasalları kəsbinin doktorluq oxucusu bolman. Biz bu sihirli biyologiya namidəki videolarımızda biyologiya dünyasındakı qiziqarlıq və diqqət tartılğan məsələlərini düşəndürüb ötməkçi. Oksigen bulmasa canlılar yaşamaydı deyimiz. Oksigen bulması demiş canlılar yaşamaydı. Bunu düşündürüp bitey. Bir canlıq yoki adamlar özünün hayatlıq fəaliyyətlərini davamlaşdırış üçün energiyaya ehtiyaclıq buldu. Bu energiya qandaq payda buldu degan vaqtimizda bedenimizdə zapas saxlayan ozuqluq maddeler oksigenin yardımı bilan parçalanıb energiya qoyub beriş arqılıq şəkilləndi. Mana şu energiyanı işiltib durub adamlar özünün hayatlıq fəaliyyətlərini davamlaşdıra alaydı. Əgər oksigen bulmasa, xuddi siz toxtamay otun yığdınız, dövüldünüz, otun dövüsü var, lakin sizdə sərəngi yoki çaxmaq yox. Bunu köydürəmisiniz, siz onun issiqliğindən faydalanıb tamaq etənməysiniz, yoruqluğundan faydalanmaysınız degan gap. Bununla tətbiqlaşqa boludu.